Bilim Azərbaycan layihəsi 6-14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Proqram 3 illik bir dövrü əhatə edir. Ümumi təhsil məktəblərinin 4-7-ci siniflərini bitirən şagirdlər 2 mərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar. Elə bugün də Bilim Bakı mərkəzinin ilk məzun günündən 80 nəfər məzun olur. Bunu mənə atam yönətmişdi ki, bura imtahan verim. Düzünü desəm, əvvəllər şansım olduğunu düşünmürdüm qəbul olacağımı, amma çox xoşbəxtəm ki, 80 şagirddən biri oldum. İlk deneyapçılarının məzunuyam. Çox şad olmuşam ki, burada oxumaqda. Məzunlar təcrübələr keçərək müxtəlif sahələrdə özlərini inkişaf elətdiriblər. Bir çoxlarımızın hədəfi xaricdə təhsil almaqdır. Bunun üçün özümüzü çox müxtəlif yollardan inkişaf etdirdiyimizi düşünürəm. Kiber təhlükəsizliyi olsun, əl işləri və bacarıqlar olsun, müxtəlif sahələrdə, kompüter elmlərində özümüzü çox yuxarı səviyyələrə çatdırdıq. Şəxsən mənim üçün iki müxtəlif ölkədə beynəlxalq yarışlarda təmsil etməyim üçün kifayət qədər böyük önəmi var. Bir neçə yarışlara qatıldıq, həmçinin bir neçə belə təzə biliklər öyrəndik. Bu 11 modul ərzində bir neçə Texnofest kimi yarışlara qatıldıq. Bunun üçün çox xoşbəxtəm. Layihənin əsas hədəflərindən biri də 21-ci əsrin tələblərinə uyğun bilik və bacarıqların inkişaf elətdirilməsidir. İlk 2 ildə şagirdlərə 11 modul üzrə süni intellekt, əşyaların interneti, kiber təhlükəsizlik, robototexnika və sair bunu kimi mövzuları əhatə edən təlimlər keçirilir. 3-cü, sonuncu ildə isə onlar müxtəlif layihələr üzərində çalışırlar və bu model onlarda yaradıcı düşüncə və texniki biliklərlə yanaşı yumşaq bacarıqların da inkişafına dəstək verir. Qeyd eləyək ki, Bilim Bakı və Bilim Quba mərkəzlərində gələcəyin tələblərinə uyğun layihə əsaslı təhsil verən Deneyap texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir.